saat. Hal-hazırda birin yarısıdır gecə. Serbiyada kimi burada da gecə həyatı var. Hoşça tapa bilmirəm. Özün saatından 4'ü işləyib və hələ də yer tapa bilmirəm. Yəni tezliklə mən buradan çıxmaq istəyirəm çünki hal-hazırda vəziyyət burada o deyil. Deməli dostlar, əvvəlki videoda qeyd eləmişdim. Hal-hazırda bu xətt sol addım düşür Osmanlının şərqinə, sağ addım isə düşür qərb tərəfə düşür. Bu isə o deməkdir ki, iki addımla mən şərq və qərbin tandemini yaradıram burada. Çünki bir tərəfdə Osmanlı mədəniyyəti var, digər tərəfdə isə qərb mədəniyyəti hökm sürür. Çox maraqlıdır və dünyada demək olar ki, nadir bir yerlərdən biridir. Və mən bunu Seriyada olarkən müəyyənləşdirmişdim və dedim ki, ora gedin görün və sizlərə də göstərim. İnsanlar hal-hazırda küçə boyunca gecə gəzintisidir, yağış belə onlara təsir eləmir. Bura bizi təbii ki, Talqovunu xatırladır. Demək olar, ümumiyyətlə Serbiya və Bosniya-Hersegovinada çox yerlər Azərbaycanı xatırladır. İstər bəzi memarlıqlarına görə, İstər marketlərinə görə, istərsə də belə qıraqlarda satılan, kənarda satılan paltarlar, markalar. Düzdür, dəbdəbəli yer deyil. Qiymət olaraq da Azərbaycan manatı, demək olar 1 manat 0.98 Bosniya pesosudur. Yəni mən burada 7 saatlıq yolculukdan sonra gəldim, yemək yedim, bir dənə burger, bir dənə qəşəng mirinda suyu içdim. 9.12 manat pul çıxdı məndən. Çox əladır. Bilmirəm Azərbaycanda neçə başa gəldi bu, yeməmişəm Azərbaycanda, amma burada ucuz başa gəldi. İndi mən burada oturub hal-hazırda kofe içmək istəyirəm. Yerlər də maşallah doludur. Görək nə edirik. Deməli, küçə boyunca gəzəndə çönürük sol tərəfə. Burada məscid yerləşir. Ümumiyyətlə, Sarayevo çox qəribə bir yerdir. Həm kilsə, həm məscid, həm də sinagoglar demək olar ki, yan-yanadır. Divar-divara söykənir. Yəni, məsciddə azan səsi eşidiləndə, kilsələrdə zəng səsi eşidilir. Bir tərəfdən sinagoglar. Sinagoglar da yəqin ki, çoxlarınız bilir, bilməyənlər üçün deyim ki, sinagoglar Yahudilərin ibadət etdikləri, dua etmək və belə deyək, dini təhsil almaq üçün toplandıqları müqəddəs məbədlərdir. Burada demək olar bir-birinə yaxınlıq var və burada xüsusi bir cəhət var ki, cəmi 2-3 dəqiqəlik piyada məsafəsində siz həm məscid görə bilərsiniz, həm katolik kilsəsini görə bilərsiniz və yaxud da pravoslav kilsəsini, həmçində Yahudilərin sinagogu dediyi, yəni yerləri